Sabiq dövlət müşaviri, ictimai-siyasi xadim Hidayət Orucov Yeni Azərbaycan qəzeti üçün yazdığı məqalədə 1992-ci ilin avqustunda baş verən hadisələri, prezident aparatında formalaşan münasibətləri və dövrün aparıcı siyasi fiqurları ilə bağlı şəxsi müşahidələrini oxucularla bölüşür. Məqalədən bir hissəni izləyicilərimizə təqdim edirik. 1992-ci ilin avqustunda prezident aparatına yüksək vəzifəyə təyin olunandan azca sonra köməkçisi İsmail yenə mənə müraciət etdi. Yenə həmin sözlər. Ramiz müəllim deyir ki, mən həmişə Hidayətə yaxşı olmuşam. Özüm də milli məsələlər üzrə mütəxəssisəm. Niyə məni unudur? Mənim fikrim hələ onun haqqında tam dəyişməmişdi. Hesab edirdim ki, onu nahaq yerə yüksək vəzifədən uzaqlaşdırıblar. Onun barəsində Əbülfəz Elçibəylə də danışdım. Pənah Hüseynovla da. İkisinin də cavabı eyni oldu. Siz o illərin çoxunu İrəvanda yaşayıbsınız. Onları tanımırsınız. Sonra Mehdiyevə özüm zəng çaldım. Bu sözləri yox, sadəcə dedim ki, səbirli olsun.